Nidaya gəldikdə isə danışanın hiss həyəcanını bildirir. Yəni biz sevinərkən və yaxud da kədərlənərkən, təəssüf hissi keçirərkən, istehza, qəm, kədər, nifrət, hər bir şey bildirdiyimiz səslər və yaxud da belə səs deyim də, yəni bəzi hallarda çünki bir xüsusi bir mənası olmayan, düzdür, hər hansısa bir nitq hissəsi ilə amonimliyi vardır. Məsələn, tutalım ki, ah dedikdə, tutalım ahın dağlara desəm, ahın dağlara, təbii ki, bu zaman burada isim kimi işləndi. Ah, nə yaman müşkülə düşdü halımız. Desəm, burada isə təbii ki, nida kimi işlənəcəkdir. Nidalar cümlədə heç bir məna çaları əmələ gətirmir. Yəni, sözlər arasında da əlaqə yarada bilmir. Nidaların quruluşsa sadə və mürəkkəbliyi vardır. Bir sözdən ibarət olanlar var. Məsələn, ay, ey, vay, a, pəh, tfu və s. Xa deyirəmsə, bəh-bəh, vay-vay, ay aman, ay haray, ay dad, bu tipli sözlər isə mürəkkəb. Qorxu bildirənlər. Ümumiyyətlə, nidalar yadınızda qalsın ki, şəxs belə xüsusi bir, məsələn, tutan birinə aid olan digərinə də aid ola bilər. Yəni, öz daxillərində amonimliyi olur. Yəni, şərti xarakter daşıyırlar nidalar. Məsələn, qorxu narahatlıq bildirənlər. Deyirəm, vay, nə yaman pis yıxıldı. Və yaxud da ki, of, nə pis oldu bu məsələnin sonu. Of da işlədərsiniz, ax da işlədərsiniz, uydu. Bu tipli sözlərin hər biri qorxu bildirir. Və ya məsəl üçün, deyirəm ki, ax, əlim qanıyır. Artıq sən burada öz qorxuvu bildirirsən, narahatlığını bildirirsən. Və yaxud da ki, sevinç və şadlıq bildirənlər. Sevinç və şadlıq bildirən nidalar. Ura, bəh-bəh, paho, aycan, oxay, bu tipli sözlər isə sevinç bildirir. Məsələn, deyirəm ki, paho, nə yaxşı oldu və yaxud da aycan, nə yaxşı ki, səni gördüm. Öz hisslərini bildirirsən. Bir də onu nəzərə çatdırım ki, burada da vergül məsələsi nidada, modal sözlərdə olduğu kimidir. Cümlənin əvvəlində gəlirsə özündən, sonra ortada gəlirsə, hər iki tərəfdən, sonda gəlirsə isə ondan əvvəl qoyulacaq. Çağırış bildirən nidalar. Çağırış bildirən nidalar isə ey, ay, daha doğrusu ey, üzr istəyirəm bunu poza. Ey, sonra hey, a, bu tipli sözlər isə çağırışdır. Yadınızda qalsın ki, bu ey nidasından sonra siz adətən nidalardan sonra, çağırış nidalarından sonra xitablar gəlir. Hey, uşaq, uşaq, buraya gəl dedikdə, buraya gəl. Sən əgər bu cür deyirsənsə, təbii ki, hey, vergül qoya bilərsən rahatlıqla. Özündən sonra xitab gəlibdirsə, problem deyil. Xitabdan sonra da vergül qoyarsan. Bilirik ki, ümumiyyətlə xitablar da modal sözlər kimi cümlənin əvvəlindədirsə özündən, sonra ortadadırsa, hər iki tərəfdən, sondadırsa özündən əvvəl vergül tələb edir. Yəni, çağırış nidaları tək də işlənə bilir, xitablarla da işlənə bilir. A-nı amma işlədə bilmirəm. Əgər mən desəm ki, abala, a, bura gəl deyə bilmərəm ki, yəni adan sonra mütləq xitabın işlənməsi lazımdır. A nidası sözün əvvəlində də işlənə bilər. Bu zaman ayrı yazılır. Sözün sonunda da, xitabın sonunda da işlənə bilər. Bu zaman isə bitişik yazılır. Yəni, seyyida, xudaya, bu tipli sözlərdə isə bitişik yazılacaq və həmin xitabdan sonra gələcəkdir. Qəm-kədər bildirənlər, qəm-kədər bildirən nidalar isə, baxın, of, eyni ilə üstə yazmışdım. Uf və sözləridir. Nə pis oldu? Of, nə pis oldu? Yəni, sən bu of sözü ilə həm qorxu bildirə bilərsən, həm qəm-kədərvi bildirə bilərsən. Sonra nifrət, istehza bildirənlər var. Tfu, xa, xox. Məsələn, xa gülüşdü, amma istehzalı gülüşdü. Yəni, sən orada öz istehzavı bildirirsən. Təbii ki, nidalar işlənmə yerinə görə baxırsan, hansı vəziyyətdə hansı nidaları biz işlədirik. Nidalar sözlərdən ayrı yazılır. Və cümlənin əvvəlində gəldikdə, yenə deyirik, ondan sonra, ortada gəlirsə hər iki tərəfdən, sonda gəldikdə isə ondan əvvəl vergüldən istifadə olunur. Nida cümlənin ortasında işlənəndə hər iki tərəfdən vergüllə ayrılır. Qorxdum, ay aman, ölmüşdüm.
Nida, çağırış nidaları barədə dedik ki, özündən sonra xitab istəyirlər. Ey nidası həm xitabla işlənir, həm də tək işlənir. Yəni biz deyə bilərik, ey, məsələn, uşaq, hara gedirsən? Hara gedirsən? Mən hətta ey, buradan sonra vergi qoymaya da bilərəm. Hətta uşağı da işlətməyə bilərəm. Ey, hara gedirsən? Formasında rahatlıqla işlədə bilərik. Nidalar isə bu qədər. Sağ olun.